Onlar Necə oldu da Jalə xanım, da sizə qayıdaq onda, Jalə xanıma qayıdaq. Yəni necə oldu ki, Jalə xanım, mən bildiyim qədər Gəncə şəhərindən idi. yox, Sumqayıtdan böyüyüb gəlib bu günlərim həmin o Sumqayıtdan olan Jalə xanımın dünyanın hər bir yerində tələbəsi var. Mən sizi sanki bir ulduz və tələbələrinizi isə sizdən olan bir işığa bənzətdim bu dəqiqə. Bu necə baş verdi sizlə? Mən demək 2012-ci ildən etibarən artıq xaricdə təhsil prosesimdən sonra Bakıya gəlməli oldum. Məsələn, qayıtmağı planlayırdım, amma həyat şərtlər elə oldu ki, mən Bakıda qalası oldum və özəl kurslardan birində işə başladım. Amma ümumiyyətlə mən tələbəlik dövrümdə də Amerikanlarla çox işləmişdim. O zamanlar bilənlər bilir, sülh korpusu var idi. Mən ümumiyyətlə dil öyrənməyimdə Amerikanların əvəzsiz rolu olub. Biz 8 il Azərbaycanda host family olmuşuq və onlar mənim dil öyrənməyimdə ümumiyyətlə dünya açılmağımda böyük rol olub. Və bir də bunu deyim, onu qoyum. Mən ümumiyyətlə belə insanam. Məsələn, sizə bir yaxşılıq edərəmsə, heç vaxt düşünmərəm ki, siz o mənə qarşılıq verəcəksiniz. Amma həyat mənim qarşıma o qədər gözəl insanlar, mənim həyatıma yön verən insanlarla rastlaşdırıb ki, mən həmişə deyirəm ki, etdiyim qarşılığı zaten Allah görür və dəyərləndirir. Zaten elədir. Mən həmişə elə düşünmüşəm. Bu gün kiməsə yardım edərəm, amma düşünmərəm ki, onu sabah o da mənə eləyəcək. Amma mən düşünürəm ki, mən elədim, mən öz payımı etdim və bunun qarşılığını başqa cür alacağam. Əsl insanlıqdır bu. Məsələn, mən həyatımda bax, tələbəlik illərimdə Amerikan səfirindən rastlaşdım. Amerikan səfirindən rastlaşmağım mənim bugünkü Jaləni yaratdı. Və mən heç arzulamadım bir universitetə qəbul olmuşdum. Yəni hədəflədiyim universitet o deyildi. Amma bu günlərim hərdən gənclərlə görüşəndə deyirəm ki, bəzən siz təhsil alırsınız, amma təhsil aldığınız yeri təbii ki, hamımız hədəflədiyimiz universitetə girmirik. Düzdür, mən hədəflədiyim ixtisasda oxumuşam. Yəni dilçilik üzrə oxumuşam, amma hədəflədiyim universitet deyildi. Amma geri baxanda deyirəm ki, mən universitetə girməsəydim, mən səfirlə də görüşməzdim. Və səfirlə görüşməsəydim də bu günlərimki Jalə müəllim olmazdım. Yəni mən universitet vaxtı səfirlə tanış oldum. O sonra bizim host family olmamıza kömək oldu. O zaman sülh korpusu var idi və sülh korpusu sayəsində Amerikanlar mənim dünya görüşümü və vizyonumu artırdı. Və daha sonra xaricdə təhsil prosesi gəldi. Xaricdə təhsil prosesindən sonra mənim Bakıya qayıtmağım və iş prosesi başladı. Və ümumiyyətlə mən həmişə də müəllimlik fəaliyyəti göstərmişəm. Maddi olaraq özümü təmin etmək üçün universitet illərimdə 18 yaşımdan dərs deyirəm. Yəni məhəlləmizin uşaqları belə deyək. Sumqayıtda böyüdüm. Yəni ki, onlar məni izləyirlər və onlarla başlamışam. İndiyə qədər yadımda ilk tələbəmi Şirvana hazırlamışdım. Dərsdən çıxırdım, gəlirdim, onu qəbula hazırlaşdırırdım. Hərbi akademiyaya hazırlaşırdım.